Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Bugün də Şənbə söhbətləri ədəbiyyat almanaxı verilişi efirdədir. Ədəbiyyatımızın, tariximizin, ictimai həyatımızın unudulmaz simaları hər zaman bizə yol göstərən bir mayak olub. Onlardan biri də Azərbaycan ədəbiyyatında, milli tariximizdə və ictimai həyatımızda dərin iz qoymuş görkəmli şəxsiyyət Bəxtiyar Vahabzadədir. Bəxtiyar Vahabzadə həm şair, həm ictimai xadim, həm də milli düşüncə daşıyıcısı kimi hər bir vətəndaşın ürəyində özünə məxsus yeri olan böyük şəxsiyyətdir. Bugünkü söhbətimizdə bizə bu mövzuda dəyərli fikirlərini bölüşəcək qonağımız tarixçi ekspert Elçin Əliyevdir. Xoş gəlmisiniz Elçin müəllim. Təşəkkür edirəm. Elçin müəllim, bildiyiniz kimi bugün bizim efirimizdə ədəbi yaddaş rubrikası gözəl şairimiz, görkəmli şairimiz Bəxtiyar Vahabzadəyə həsr olunub. Mən istərdim ki, siz bu suala cavab verəsiniz bir tarixçi kimi. Bilirik ki, Bəxtiyar Vahabzadənin Azərbaycanın müstəqilliyində çox böyük rolu olub, çox böyük dəyəri olan bir şəxsiyyət olub və mən istərdim ki, bu suala cavab verəsiniz bir tarixçi kimi siz bizə köməklik edəsiniz. Azərbaycan tarixində, xüsusən milli kimliyimizin formalaşmasında onun yerini necə xarakterizə edərdiniz? Çox maraqlı bir sualdır, çox dəyərli bir verilişdir. Təsadüfi deyil ki, prezidentimiz hələ fevral ayında Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalamışdı və həqiqətən də Bəxtiyar Vahabzadə nəinki Azərbaycan ədəbiyyatında, o cümlədən Azərbaycan tarixində də, dramaturgiyada da, bir pedaqoq kimi fəaliyyətində də, həmçində ictimai milli şuurun inkişafında da çox dəyərli yerlərdən birini tutmuş şəxsiyyətdir. Təsadüfi deyil ki, onun yaşadığı dövr, xüsusən də 2-ci Dünya müharibəsindən sonraki dövrə təsadüfidir. 50-ci illərin ikinci yarısında milli oyanış cəhdləri bütün o zamanki SSR-də mövcud olmuşdu və bu milli oyanış cəhdləri, milli dilin dövlət statusunda qəbul olunması cəhdlərində bu proseslərdə irəlidə gedən, öndə gedən ziyalılardan biri də Bəxtiyar Vahabzadə olmuş. Bəxtiyar Vahabzadə həm pedaqoji fəaliyyətində, həm ictimai fəaliyyətində, həm Yazıçılar İttifaqının üzvü olaraq bu fəaliyyətində Azərbaycanın bir müstəqilliyi uğrunda, Azərbaycanın dili haqqında, onun dilinin təmizliyi haqqında daim mübarizə aparmış. Hətta universitetdə dərs deyəndə də, ondan sonraki illərdə və təsadüfi deyil ki, bu dövrün məhsulu olaraq 1958-ci ildə məşhur Gülüstan poeması yaradıldı. Məsələ bundadır ki, 1828-ci ildə Azərbaycan işğal olmuş. Türkmənçay müqaviləsi, ondan əvvəl 1813-cü ildə Gülüstan müqaviləsi əsasında bir millət ikiyə bölünmüşdü və bu proses Sovet tarixşünaslığında güya ki, Azərbaycanın könüllü olaraq Rusiyaya ilhaq edilməsi kimi verilirdi. Lakin Bəxtiyar Vahabzadə ilk dəfə olaraq bunun işğal olduğunu qeyd eləmiş və bu demək poema, yəni bir həm tarixi, həm də ki bir ədəbi poema olaraq Respublika ictimaiyyətində necə çox böyük rezonans doğurmuşdu. Təsadüfi deyil ki, o zaman Bakıda çox güman dövrünə görə rezonans doğurmuşdu. Yəni bu dövrdə çox əlbəttə ki, dövrünə qədər. Həm də mən sizə deyəcəm ki, həmin o poemanın o rezonansı 80-ci illərdə də əks sədasını göstərmişdi. Neçə vaxt səngərdə hey ulaşdılar, Gülüstan kəndində sevdalaşdılar. Bir ölkə ikiyə ayrılsın deyə göy də güruldamış deyirlər o gün. Çölləri, düzləri buludlar sarmış, o göy gürultusu Ulu Babəkin ruhuymuş, hönkürüb fəryad qoparmış. Gülüstan kəndinin gül çiçəkləri bir günün içində soldu, saraldı, Gülüstan bağlandı o gündən bəri. Bu kəndin alnında bir ləkə qaldı. Tamamilə doğrudur. Bu poema necə deyirlər, o zaman Bakıda heç bir qəzet bunu, heç bir jurnal, mətbuat orqanı onu çap eləmədi. O yalnız Şəki Fəhləsi qəzetində çap olundu. Lakin buna baxmayaraq bütün respublikada rezonans doğurdu və təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə buna görə millətçi damğası ilə damğalandı və bir müddət demək universitetdə dərs deməkdən belə uzaqlaşdırıldı. Çox maraqlı bir demək tarixi faktı qeyd etmək lazımdır. Ulu öndərin xatirələrində qeyd olunur ki, Bəxtiyar Vahabzadəni işdən çıxartdılar. Hətta onun həbsə alınması təhlükəsi var idi. Lakin Bəxtiyar Vahabzadə haqqında deyilən xatirələrdə Ulu Öndər deyir ki, çətinliklə də olsa biz o zamanki demək Sovet rəhbərliyini inandıra bildik ki, Azərbaycanda dissident yoxdur və onu qorumağa çalışdı və doğrudan da sonraki xatirələrdə məlum olur ki, Bəxtiyar Vahabzadə qorundu. Düzdür, o zamanın millətçi gəncləri, ziyalıları onu çətinliklərdən qorudular. Hətta mən deyərdim ki, Həsən Ağa Salayev adlı Azərbaycan xalq artisti çətinliklə də olsa, gizlin də olsa ona demək ona yaşamaq üçün demək köməklik etmişdi. Lakin sonralar Bəxtiyar Vahabzadə
Vahabzadə öz xatirələrində bunu qeyd eləsə də, hətta o aktyora bu haqda bildirsə də aktyor bunu o zaman bu yaxşılığı boynuna almamışdı. Yəni o zaman belə idi. Yəni insanlar yaxşılıq edəndə bunu boyunlarına almırdılar və gizli saxlayırlar. Sonrakı dövrlərdə, artıq 80-ci illərdə Azərbaycanda çox istərdim ki, bu dövrdə keçməmiş biz onu deyək ki, Bəxtiyar Vahabzadə uzun illər demək olar ki, gizlin, aşkar Azərbaycanın müstəqilliyi üçün, Azərbaycançılıq üçün, türkçülük üçün çalışmışdır. Və bizim ikinci sualımız da elə bundan ibarətdir ki, 90-cı illərə gəldik, çatdıq, həmən o keşməkeşli illərimizə və onda Bəxtiyar Vahabzadə demək olar ki, Azərbaycanın səsi olmağı bacardı. Sözün əsl mənasında bizim o çətin dönəmimizdə və sual da bundan ibarətdir. Elçin müəllim, 90-cı illərdə Azərbaycanın ictimai-siyasi həyatında Bəxtiyar Vahabzadənin mövqeyi və o dövrdə fəaliyyəti. Çünki o dövrdə demək olar ki, elə bir dönəm var idi. Sadəcə Bəxtiyar Vahabzadə bir lider kimi xalqın üstündə durmuşdu və hamı onun dediyini gözləyirdi ki, Bəxtiyar Vahabzadə bu işə nə deyəcək, davam edəkmi və yaxud davam etməyək? Buyurun. Tamamilə doğru buyurursunuz. 80-ci illərdə bütün o zamanki keçmiş SSR ərazisində olduğu kimi Azərbaycanda da çox güclü milli azadlıq hərəkatı baş verdi və əlbəttə ki, milli azadlıq hərəkatının önündə gedən şəxslərdən biri də Bəxtiyar Vahabzadə oldu. Mənim çox yaxşı yadımdadır ki, 80-ci illərin hələ mitinqlərində, o zaman Topxana meşəsindəki alüminium zavodunun tikilməsinə bağlı əhali oraya yığışanda, Azərbaycanın müstəqilliyi haqqında fikirlər söylənəndə Bəxtiyar Vahabzadə artıq meydanlarda idi və Bəxtiyar Vahabzadə biz tələbələr, o zaman biz tələbə idik. Biz tələbələrin gözü qabağında bütün insanlar onu öz qucaqlarında, öz əllərində tribunaya qaldırırlar və onun Azərbaycan milləti haqqında dedikləri, necə deyirlər, dil haqqında söylədikləri, Azərbaycanın gələcəkdə müstəqil olması haqqında söylədikləri çox yaxşı yadımdadır. Hətta o zaman artıq Gülüstan poeması yenidən sanki gündəmə gəldi. O poemanı biz tələbələr üzünü köçürdük, yayırdıq və çox maraqla onu dinləyirdik. Hətta bir xatirə danışmışsınız ki, 89-cu ildə Gəncə adının bərpa edilməsi ilə bağlı bir toplantı var. Biz tələbə olaraq orada iştirak edirdik və Bəxtiyar müəllimin orada çıxışı, Gəncənin tarixi adının bərpa olunmasının vacibliyini qeyd etdi. Hətta mən sizə deyim ki, o zamanki partiya xadimləri qorxurdular. Hətta deyirdilər ki, belə bir şey ola bilməz, lazım deyil adı dəyişmək və s. Lakin Bəxtiyar müəllimin o zamanki çıxışı dövlət xadimlərinə, necə deyirlər, öz təpintisi özünü göstərdi. Nəhayət 90-cı illər gəlir. 90-cı illərin əvvəllərində təbii ki, Azərbaycan bütün bu milli azadlıq hərəkatına görə müstəqilliyin qarşısını almaq üçün qanlı qırğınlar törədildi. 90-cı illərin qanlı qırğınlarında Bəxtiyar bir lider kimi daha da önə çıxdı. Hətta o zamanları Bakını işğal edən və orada komendaturada işləyən Dubinyakla görüşərək elə bu telestudiyanın yaxınlığında xatirələr var ki... Belə bir xatirə var ki, onu öldürmək istəyirlər özünü. Onun üzünə türmüş və bu zaman onu öldürmək istəyirlər. Bəli, onun ətrafında olan əskərlər ona atəş açmaq istəyirlər. O zaman onun ətrafında olan gənclər onu əhatəyə almışdılar və Dubinyak cəsarət etməmişdi. Onu da qeyd edilir ki, bir ictimai xadim kimi 90-cı ildə Ali Sovetin deputatı, 95-ci ildə Milli Məclis deputatı, 2000-ci illərdə isə Milli Məclis deputatı olaraq Azərbaycanda müstəqil olandan sonra da sonraki proseslərə çox güclü Bəxtiyar müəllim təsir göstərmişdi və bu yanvar hadisələrindən sonra sanki Azərbaycanı izolyasiya edildi, dünyadan izolyasiya edildi. Amma Bəxtiyar müəllimin səsi ilə... Bəxtiyar müəllim isə Amerikanın səsi, sonra Azadlıq radio stansiyasında, o zaman Mirzə Xəzər Azadlıq radio stansiyasına aparırdı. Mirzə Xəzərə müsahibələr. Siz təsəvvür edin, biz tələbə idik. Hər tərəf bağlı idi. İnsanlar matəm elan etmişdilər. Heç yana çıxmaq mümkün deyil. Biz Bakıda ola Bakı haqqında xəbərləri məhz Mirzə Xəzərdən və Bəxtiyar Vahabzadədən eşitdik. Bəxtiyar Vahabzadə Respublikada gedən prosesləri Avropaya çatdırdı, dünyaya çatdırdı və lazım olan qədər də buna Azərbaycanın səsi oldu. Bəli, Azərbaycanın səsi oldu və buna heç çox adam cəsarət etmirdi, qorxurdular. Hətta o zamanki rəhbərlər belə qorxurdular. Lakin Bəxtiyar Vahabzadə bu, necə deyirlər, izolyasiyanı yara bildi, bu, necə deyirlər, məngənədən çıxa bildi və Azərbaycanın səsini dünyaya çatdırdı. Bəxtiyar nəinki milli, hətta millətin səsini dünyaya yaymaqdan etibarən Azərbaycanın içərisində də, məsələn, muzeylərin yaradılması, bir xatirə danışmışsınız, Bəxtiyar Vahabzadə Şəkiyə gedir, orada bəlkə yağışa düşürlər. Yağış zamanında o yağış olur, görür ki, orada deməli Mirzə Fətəli Axundovun evi damır. O gedir icra hakimiyyətinə, o zamanki icra hakimiyyətinə tapır və ona deyir ki, biz gəlmişik görək ki, sənin evin damır yoxsa damır. Onlar deyirlər ki, onlar əvvəl sevinirlər. Deyirlər, nə yaxşı Bəxtiyar Vahabzadə gəlib bizim evimizlə maralar. Deyir, ona görə gəlməmişəm. Mirzə Fətəlinin evi damır. Siz onu bilirsiniz ki, o məndən də, səndən də, bizim nəslimizdən də çox ulu, çox qabaqda gedən bir insandır. Heç olmasa buna da fikir vermək lazımdır ki, o muzey danmaz. Hətta Tiflisdə belə, yəni görüşlərdə belə Mirzə Fətəlinin və başqa
Azərbaycan aydınlarının muzeylərinin təşkil olunmasına səy göstərmişdi. İctimai fikirlərlə televiziyada çıxıb həmişə çıxışlar edirdi. Bəli, onun yaradıcılığının bir hissəsi sandıq ədəbiyyatı deyilən bir ədəbiyyat formasında da çap olunmuşdu və Bəxtiyar müəllimin bu baxımdan çox böyük işləri görmüş və bu işlərinə görə nəinki Azərbaycanda, bütün Türk dünyasında tanınan necə deyirlər, sənətçilərdən biridir və onun adı əbədiləşir. Bəxtiyar Vahabzadə çox gözəl bir şair idi, amma onun milli dəyərləri özündə birləşdirən böyük bir ictimai xadim kimi daha çox tanıyırdılar, sevirdilər və o liderliyi onu qoruyurdu və bütün şeirlərində də həmişə üsyan olub, həmişə də yəni bu çox maraqlı həm də bir şəxsiyyət idi özü. Danışığı, rəftarı, düşüncələri çox maraqlı idi. Özüm üçün həmişə də kəşf edirəm ki, gözəl şair olmaq olar, amma xalqının, millətinin sevgisinin dəyəri yüksək olduqda həmin şair daha ölməz olur. Onun əsərləri dildən dilə gəzir, ölkələri gəzir. Bütün ölkələrdə demək olar ki, Türk ölkələrində ən çox Bəxtiyar Vahabzadə sevilir, onun adı çəkilir. Yəni şairlər arasında. Təsadüf deyir ki, Erdoğan cənabları müəyyən çıxışlarında, hətta onun şeirlərinə istinad etmişdi. Gözümün önündə haqqı döyürlər. Qışqırır səsinə bir səs verən yox. Zorun arxasında elə gizlənib onu nə eşidən, nə də görən yox. Gözümün önündə haqqı danırlar. Qışqırır sözünə bir inanan yox. Haqsız şivən çəkir, tez inanırlar. Haqlının haqqını niyə qanan yox? Gözümün önündə haqqı yeyirlər. Haqqı yüzlüklərlə şillələyirlər. Fəryad qopardığım, aman qoymayın. Haqqı öldürürlər, ona qıymayın. Məni dinləyirlər, amma duyan yox. Haqqın hüququnu bir qoruyan yox. Əlimdən nə gəlir yanmaqdan özgə? Haqqın haqlığını qanmaqdan özgə. Ürəksiz can dərdi məni dinləyir. Cibi ürəyindən 100 qat ağırlar. Tapdanan onların haqqımı, xeyr. Onda fəryadımın nə mənası var? Nahaq haqq olanda haqq da haqq deyil. Mənim fəryadımdan axı nə fayda? Haqqın tapdanması vallahi elə bir adicə qaydadır. Adicə qayda. Çox, yəni ömür uzunu bütün şeirlərində, bütün əsərlərində üsyan edib Bəxtiyar Vahabzadə və mən Elçin sizə təşəkkür edirəm. Bizi onun tarixi şəxsiyyət olduğu üçün, həm də Bəxtiyar Vahabzadə siz bizi o tarixin izi ilə apardınız. Ondan bəzi məqamları bizə dinlətdiniz. Yalnız onu deyə bilərəm ki, Bəxtiyar Vahabzadə böyük bir şəxsiyyətdir. Onun adı əbədiləşir və əbədiləşəcək də və güman edirəm ki, illər keçəcək və azadlıq mübarizəsində Bəxtiyarın böyük bir, necə deyirlər, nəhəngliyi illər keçdikcə daha bariz surətdə nümunə olacaq, gənclərə nümunə olacaq, gələcəyə, müstəqilliyə nümunə olacaq. Çox sağ olun, təşəkkür edirəm sizə. Qeyd etdiyimiz kimi Bəxtiyar Vahabzadə 100 illiyi qeyd olunur bu il və biz də Ədəbiyyat Almanaxı komandası olaraq öz töhfəmizi bu veriliş vasitəsilə yetirdik və Bəxtiyar Vahabzadə doğrudan da unudulmaz bir şairdir və bizdən sonra gələnlərin də qəlbində yaşayacaq. Azərbaycan sən mənim ülviyyətim, şöhrətim. Azərbaycan sən mənim ülviyyətim, şöhrətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Adım mənim öz adımdır, Azərbaycan, Azərbaycan. Nəfəsimiz babəkləri
Azerbaycan, Azerbaycan. Biz tarihe sığınmadık, dünen vardı, bugün vardı. Biz tarihe sığınmadık, dünen vardı, bugün vardı. Biz dostluğa güveneriz, geleceğe atıllarız. Biz dostluğa güveneriz, geleceğe atıllarız. Azerbaycan, Azerbaycan. Azerbaycan, Azerbaycan. Azerbaycan, Azerbaycan. Azerbaycan, Azerbaycan. Azerbaycan, Azerbaycan. Yaşa, yaşa Azerbaycan. Azerbaycan, Azerbaycan. Azerbaycan, Azerbaycan. Azerbaycan, Azerbaycan.